Yaradır sözünü düşünmək olmaz. Görək hansı formalarda düşünə bilərik. Deyirəm ki, əlimdəki yaradır. Yarmaq feilindən yara ism əmələ gələr, dır xəbərli şəkilçisi olar. Sonra o yeni əsərlər yaradır. Yarat sözün kökü olar, indiki zaman şəkilçisi olur. Bir də ki, sözüm yaradır. İnsan mənasında, insanın yarı mənasında. Yar sözün kökü A yönlü kal şəkilçisi, dır xəbərli şəkilçisi. Adlıq halda olan isim kimi. Birinci təhlil, yəni əlimdəki yara. Kök bir leksik, bir qrammatik şəkilçisidən ibarətdirsə, bu adlıq halda olan isim kimi düşünülür. İki leksik şəkilçili söz kimi. Yaradır sözünün 3 təhlil forması da var. Üçünü də qeyd etmişik və buradan görünür ki, iki leksik şəkilçili söz kimi düşünmək olmaz. Feildən düzələn isim kimi. Birinci, yarmaq feilinə yara ismi əmələ gəlir. Yönlük halda olan isim kimi. Sonuncu, yar, aə, yönlük hal şəkilçisidir. Xəbər şəklində olan feil kimi. Yaratmaq sözün kökü, indiki zaman şəkilçisi, zaman şəkilçili söz də feilin xəbər şəklində sayılır. Demək doğru cavabımız olmalıdır B variantı.